Türkiyə Loji qurultayının 100 illiyi ilə bağlı olan təşkil olunmuş bu simpozium, xüsusilə ortaq türk keçmişindən ortaq türk gələcəyinə adlanmasının ən böyük anlamı ondan ibarətdir ki, bu günə qədər qurmuş olduğumuz ortaqlıq, bu günə qədər birləşməyə bizə yol göstərən mədəniyyət, kültür, dil, tarix və digər sahələrlə bağlı bizi bir edən, bizi bir araya gətirən bütün bu dəyərlər eyni zamanda Folklor İnstitutunun bu təşəbbüsü ilə bir addım da zirvəyə doğru götürüldü. Amma bunu deməkdə mən Folklor İnstitutunun təşkil etdiyi bu etkinliyin, bu simpoziumun tam zirvə olduğunu demək istəmirəm. Amma zirvəyə doğru gedən yolda ən böyük addımlardan biri olaraq tarixə keçəcəkdir. Çünki istər gələn qonaqların sayına görə, istər məruzələrə görə bu simpoziumun ən böyük əhəmiyyəti ortaq türk mədəniyyətini, onun bir parçası olan folkloru, xalq bilimini, bizi birləşdirəcək dəyərləri bulmamızda, eyni zamanda gələcəkdə yapa biləcəyimiz, görə biləcəyimiz işlərə bir proqram sənəti olması baxımından da çox önəmlidir. Bu önəmliyə görə mən birincisi bu simpoziumu təşkil edən bütün qurum və quruluşlara, eyni zamanda iştirakçılara, burada bildiri, məruzə sunan bütün bilim adamlarına təşəkkür edirəm. Çünki bizi irəli götürə biləcək ən böyük elmi nailiyyətlər bilim adamlarının üzərinə düşür. O baxımdan Folklor İnstitutunun təşkil elədiyi bu simpoziumda iştirak edəcək digər ölkələrdən gəlmiş bizim soydaşlarımız sunacaqları məruzələr ən azından nələri yapmışıq bu günə qədər, nələri edəcəyik sualına da cavab verəcəkdir. Çünki folklor sadəcə bir keçmiş deyildir, həm də bizim gələcəyimizdir, folklor bizim yaşamımızdır, folklor bizim tariximiz, dilimiz, ədəbiyyatımız, yəni bir sözlə bizim özümüzdür. Və bizim özümüzü də bu günə daşıyan bu etkinliyin daha da gələcəkdə intensiv şəkildə davam etməsi arzusuyla iştirak edən bütün iştirakçılara can sağlığı və uğurlar arzulayıram.